Bir dəfə bir varlı insanla oturmuşam, söhbət eləyirəm. Məndən soruşur ki, Kamran, sənin arzun nədir? Mən deyirəm ki, mənim arzum odur ki, mənim ölkəmdə, hətta bütün dünyada kasıb insanlar olmasın. Əziyyət çəkən insanlar olmasın, ehtiyacı olan insanlar olmasın. O da deyir ki, bilirsən Kamran, mənim milyonlarım var və biz varlı üçün çox mənalıdır kasıbların olmağı. Çünki kasıblar olmasa, hamısı varlı olsa, varlıların həyatı mənasını itirir. Mən də deyirəm, doğrudan da varlıların mənası ömür boyu kasıblara zülüm vermək, onların üstündə olmaq. O deyir, bəli, həyat belədir. Kasıblar olmasa, kasıbçılıqdan varlığa da çatan insanlar olmaz. İnkişaf olmaz. Bilmirəm, çətin bir sual idi. Amma mənim arzum elə arzu kimi də qalır. İnşallah kasıblar, əziyyət çəkənlər bu dünyada olmaz. Hamı varlı olaraq, xoşbaxt olaraq.